Salam, axşamınız xeyir olsun. 30 iyul 2026-cı il tarixidir. Yay fəslinin 41-ci günüdür. Səfər ayının 16-cı günüdür. İyul ayının sonuncu həftəsinin sonuncu 4-cü cümə axşamı günüdür. Hər birimizin bugün qalan hissəsində gözəl keçmiş olsun, can sağlıqlı keçmiş olsun. 30 iyul günündə kimlər işləri arxasınca getmişlər, iş yerlərində, ofislərində işlərlə məşğul olmuşlar, eləcə də evdə ev işləri ilə, evdarlıqlar ilə məşğul olmuşlar. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan dinc qulaqlı bir 4-cü günü, cümə axşamı günü qalan hissəsini keçirməklərini arzularım. 30 iyul günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh əmin-amanlığı, bol bərəkətli, ruzili, zehin açıqlığı olan, yol açıqlığı olan, iş şəbatlığı olan, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan 4-cü günü, cümə axşamı günü keçirmələrini arzularım. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzularım. Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanından keçərək uğurlar əldə edənlərin hər birini təbrik edirəm və can sağlığı ilə müsahibə mərhələsinə zehn açıqlığı ilə hazırlaşaraq müsahibə mərhələsindən də uğurla keçmələrini və xeyirli işlə təmin olunmaları, işlərində başarılar əldə etmələrini, müvəffəqiyyətlər əldə etmələrini arzularım. Bununla yanaşı müəllimlərin işə qəbulu, sertifikasiya imtahanından uğur qazanmayanlara isə ruhdan düşməməyi, böyük ruh yüksəkliyi ilə, can sağlığı ilə, zehn açıqlığı ilə yenidən hazırlaşaraq, imtahanlara qoşularaq yüksək nəticələr əldə etmələrini arzulayıram. 30 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 30 iyul günündə kimlər anılır, yad edilir, eləcə də xatırlanır. Hər birinin ruhu şad olsun, gözəl yad etməyə, xatırlamağa, amma hər birimizə arzularım. 30 iyul günündə kimlərin xəstələri var, can sağlığı, hər birinə şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin, gözəl bir 4-cü günü, cümə axşamı günü keçirmələrini arzulayıram. 30 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür, peşə günüdür qeyd edirlər. Hər birindən bu münasibətlə təbrik edirəm. Can sağlığı, müvəffəqiyyətlər, uğurlar arzularım. 30 iyul günündə də demək, tarixi günlər vardı. Ötən ildə də qeyd etmişdim və bu ildə qeyd edirəm ki, 30 iyul günündə baş verən tarixi hadisələr bunlardır. İlk növbədə qeyd edək ki, 30 iyul beynəlxalq dostluq günüdür. Bütün dostluq edən hər bir şəxsi, yəni təmiz, saf, dürüst, düzgün dostluq edənləri bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, dostluqda möhkəm olmağı arzulayıram. Elvin İlqarovun dostluq şeirindən deyirəm. Bir bənd və şeir bu şəkildədir. Dostluq yaxşı şeydir, olsa da çətin. Az adam anlayar dostun qiymətin. Qoy heç vaxt sınıb əyilməsin dostluq. Hər kəs dostluğunda dayansın mətin. Və dost dosta tən gərək, tən olmasa gen gərək. Dost dar gündə tanınar. Bəli, hər birimiz belə əla dostlar olmağı arzu edirəm. Bununla yanaşı isə 30 iyul gündə 762-ci ildə Xəlifə Əl-Mənsur tərəfindən Bağdadın əsası qoyulduğu gündür. 30 iyul 1502-ci ildə Xristofor Kolumbun qardaşı Bartolomeo Maya xalqının nümayəndələrini görən ilk Avropalı olduğu gündür. 30 iyul 1627-ci ildə İtaliyanın Gargano əyalətində baş verən zəlzələ nəticəsində 5000 insan həyatını yitirdiyi gündür. 30 iyul 1930-cu ildə isə demək
Uruqvay futbol üzrə ilk dünya çempionatını qazandığı gündür. 30 iyul 1932-ci ildə Los Angelesdə 10-cu yay olimpiya oyunları başladığı gündür. 30 iyul 1966-cı ildə İngiltərə finalda Qərbi Almaniyanı məğlub edərək futbol üzrə dünya çempionatını qazandığı gündür. 30 iyul 1980-ci ildə Vanuatu, Böyük Britaniya və Fransadan müstəqilliyini əldə etdiyi gündür. Və heç zaman zəlzələlər olmasın, müharibələr olmasın, daima bütün sahələrdə, idman sahəsində, səhiyyə, təhsil və digər sahələrdə hər birimiz uğurlar əldə etmiş olaq. Dinlədiyiniz üçün təşəkkür edirəm.